19 aprel buraxılış suallarına baxırıq. Səhifəni izləməyi yaddan çıxarmayın. Bu arada bizlə bloka və yaxud gələnlə, həmçinin yay qruplarına hazırlaşmaq istəyənlər 055 597 01 51-ə yaza bilərlər. Bismillah, getdi. Bu arada nə demişiksə hamısı da onlardır. Təbii ki, onlayn olaraq və yaxud dəyənli olaraq hazırlaşanlar çox şeylər əldə etdilər. Bismillah. Ədat işləmiş cümlələri istəyir. Qoysana cümlənin əvvəlində olan da ədatdır. Sonra bu iş ki, burada iki cümləni birləşdirmir, ədatdır. Bəli, bu da ədatdır. 1, 4 və 6. 1 A variantıdır. Növbəti sual. İsmin müxtəlif hallarında olan əvəzilər ismi əvəz etmişdir. İsmin müxtəlif halında olan əvəzi deyirsə, bu onsuz da ismi əvəz eləyəcək. Deməli, mən adlı haldadır, onun, bu da yəli haldadır. İkisi də əvəzlidir. 1. Bu qoca dünyanın, deməli, burada bu var, lazım deyil. Tələb edir ki, onu kəndə göndərsin. Bunu da saxlayırıq. Onun, burada da ona. Gördünüz? Onun, ona. Yəli və yönlü yaldır. Müxtəlif hallar sayılır. 1, 4 yenə. Azərbaycan, bu nə? Təkcə mən adlı hal. Burada nə var? Sənə, bu da yönlü hal. 1, 4 və 5 düzgün cavabdır. Yəni, B variantı. Aşağıdakı sual təzə açılmış olan, təbii ki, yerləri fərqli ola bilər, amma mahiyyəti eynidir hamısında. Bunu rəngi dəyişim, yaxşı rəng seçim. Təzə açılmış çiçəkləri görəndə, təzə açılmış çiçək görəndə fe'l bağlama tərkibi, burada da yenə idiq nəfəsini sinənə çəkəndə. Fe'l bağlama yazmışsansa səhvdir, fe'l bağlama tərkibi yazmalısan, dəfələrlə qızıl qaydalarda bunu demişəm. Cavab C variantı. Detektiv T'dır. Bir də istirahət T'dır. C variantıdır burada da. Yəni, detektiv olan variant götürəcəksiniz. Növbəti sual. Baş üzvləri fe'llə ifadə olunandır. Fe'llə ifadə olunan deyəndə fe'li sifət və təsvirlənən fe'li də nəzərə almalısın təbii ki. Bax, burada işləyənlər fe'li sifətli mükafatlandırılırlar. Mükafat adam çaşdırır. 1-ə uyğun gəlir A. 1-ə A uyğun gəlir. 2-yə baş üzvləri söz birləşməsinin ifadə olunur. Bax, bədən dili isim birləşmədir. Ünsiyyət növü bu da isim birləşmədir. C. 2-yə də uyğun gəlir C. 1A, 2C var. 1A, 2C. 3 nədir? Deməli, baş üzvlərin yalnız birinin iştirak etdiyi, hamının sevimli qol qanadaşlığı günü idi. Mübtəda yoxdur. Başqasına aid olan işə qarışmazlar. Burada da mübtəda yoxdur. Deməli, D ilə yeni də aid edirsən bura. Və cavab C variantıdır. Yəni, bu baş üzvü olan sualda bu şəkildə uyğunlaşdıracaqsınız. Sonra, çobanın könlü olsa təkədən pendir tutar. Bu sxemli olan sual. Burada nə yazıb? Baş cümlə, budaq cümlə baş cümləyə sa şəkilçisi ilə düz deyir. Amma burada nə var? Bağlayıcı söz. Bağlayıcı söz deyəndə nəyi axtarmalısan? Sual əvəzliklərini axtarmalısan. Burada yox. Deməli, çobanın könlü olsa təkədən pendir tutar. Ümumiyyət, əvəzi deyə bir şey iştirak eləmir. Bağlayıcı söz, bağlayıcı deyil, sual əvəzliklərdir. Növbəti suala baxırıq. Sonda sualların səviyyəsinə də fikir bildirəcəm ümumən. Nümunələr sənin cədvəldəki uyğun fikirləri müəyyən edir. Nümunələr yalnız birinə aiddir və yaxud da ikisinə də aiddir. Zaman zərfinə aid söz işləmişdir. Axırda zaman zərfidir. Biri götürürük. Görək burada var. Bu hadisədən sonra qoşmaq. Ona görə götürmüşsən. Ara söz işləmişdir. Ara söz əli üzüldü soyuqdan. Heç birində ara söz görmədim mən. Fe'li bağlama tərkibi işlənmişdir. Baxaq, soyuqdan donaraq burada var. İkincidə fe'li bağlama tərkibi yoxdur. Deməli, 1 ilə 3 uyğun gəldi. 1 ilə 3. Dərhal mən nəyə baxmalıyam? 4-ə. Zərfli və xəbərdən ibarət sadə cümlədir. Görürsünüz, bu uzundur. Daha tezinə baxmalıyam. Təsriflənən fe'llər keçmiş zamandadır. Aha, təsriflənən verdi. Təsriflənən fe'l. Deməli, keçmiş zaman deyirsə, zaten təsriflənən fe'ldir. Nə axtarsan ki? Endi verdi. Deməli, bu da nədir? İkisinə də aiddir. Vəssalam. 1, 3 və 5-i götürürsən. D variantı. Vəssalam. Sonra, müasir Azərbaycan. Görürsən, cümlə çox uzundur. Daha özün yorub oxuma. Çox uzundur. Suallar qısadır. Deməli, suallara baxıb tapmaq olar. İlk söz yaxşıdır, uzatmırlar. İlk sözün həm sinonimi, həm də antonimi var. Müasir nə deməkdir? Yeni, müasir, çağdaş. Düzdür? Sinonimi. Antonim nədir? Qədim. Sonra, tünd qara hərflə verilmiş söz mürəkkəbi. Bu düzdür. Bir də burada dərhal işarəçi düz istəyir. 1 düzdür. 2. Tünd qara hərflə verilmiş ifadə mürəkkəb fe'ldir. Sərf etmək ilə mürəkkəb fe'ldir.
doğrudur. Çoxaltım dərəcəsində 2 söz var. Bunu axtarmaq vaxt aparacaq. Axtarın, bunu gözlə. Peşəkar sözünün sinonim işlənib professional. Peşəkar şeydə də oxu, mətnin içində də oxu, gör düz gəlir. Professional musiqiçi, peşəkar musiqiçi düz gəlir. Deməli cavab 1, 2 və 4-dür. Sonra müqayisə cədvəli istəyir. Dəfələrlə deyilən, çeynənilən bir şeydir. Yəni buna görə dimi qınamağın mənası yoxdur. Gizlədim, nə etdim, mən bunu gizlədim, nə edim, deməli əmr şəkli. Neynəsən də sxem olaraq ya 2 qrammatik olur, ya leksik olur, leksik qrammatik olur belə. Ona görə biri deməli yanlış istəyir, bəli. Biri götürə bilərik. Kökü və başlanğıc forması fərqli intiqsiyasıdır. Kökü gizləməkdir, başlanğıc formada bir dəfədə gizlət olur, eyni şeydir. Deməli, fərqli olmaz. Nədir? Fərqli intiqsiyası, səhvin biri də bu. 1, 2, ancaq 1, 2-dən yapışıblar. Sonra bax, burada düşünək sözünü verib. Burada yazır ki, düşüncə sözünün eyni kökü. Düşünək sadə söz deyilmi? Sadə söz. Sadə söz nə nəsə eyni kökü olar? Olmaz. Və salam, yanlışına biri bax buradadır. 1, 2, 4. Sonra özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərsən. Bu sualda bir balaca haqsızlıq ediblər, nədə ediblər? Cavab çıxır, rahat çıxır. Y-dən başlayıb oxusaydın, cavab çıxacaq və sənə bonus qalacaqdır. Bax, şəxsiz sadə cümlədir. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərsən. İkinci şəxsin təkində şəxsi cümlə olur. Üçüncü şəxsin təkində olur şəxsi cümlə. Vəssalam, cavab elə Y variantı, özünü yormuşsan. Biraz burada düşündürən nədir? Belə suallarda bəli, qısa cavablardan da getmək olar. Altına xətt çəkmiş söz tabe ilə əlaqəsini yalnız deməli əsas tərəfdir. Mübtəda yoxdur da, ona görə yalnız əsas tərəfdir. Sonra buradan 3 cümlə üzvü işləmişlər. Biraz haqsızlıq var, biraz. Məsələn, göstərirsən deməli, nə ilə? Özündən gücsüzə qəzəblənməklə tamamlıq, nəyi? Öz gücsüzlüyünü. Uşaq burada özü bilməyə bilər ki, müəllim, bəlkə o öz təyinli sifət əvəz edib, bəlkə o təyin deyil. Uşaq bunu bilməyə bilər. Bilmir, canı sağ olsun, keçsin, yenə oxusun, cavab çıxacaq. Biraz burada, yəni, bəli, təyin variantı da ola bilərmiş kimi düşünmək və ya kimə özündən gücsüzə, nə ilə qəzəblənməklə, kimə özündən gücsüzə, hardasa biraz bu özdə bir balaca şey var ki, uşaq onu hardan oxusun. Bu var, amma qalan məncə normal idi. Sualların içində deməli, ümumən sualları deyim ki, bax, bu rahat sual idi, bonus sual idi, ədat sualı. Sonra, bu uzundur da, yəni lap asan sual olsa da uzundur. Bu biraz rahatdır. İndi burada uşaq çaşa bilər də fe'l bağlama, fe'l bağlama tərkibi. Budur, sözdür, mənasını bilmədisə getdi. Yəni, ümumən, buraxılış suallarından əvvəlki buraxılış suallarında nə var idi? Əvvəlki buraxılış suallarında asan bir neçə sual var tez görünən. Buradakılar elə tez görünmürdü. Oradakı çətin çox çətin idi. Buradakı çətin çox çətin deyil. Yəni, fərq budur. Ümumən götürəndə bunlar, buradakı dil qaydaları biraz oradakı dil qaydalarından daha çox vaxt apara bilər. Məsələn, orada 2 sual, əgər mən görürəmsə 2 sual çox çətindir, o 2 sualı ötürüb digər sualları yazıb 7 dənə, 6 dənə götürə bilərəm. Buradasa elə deyil. Gələk hamısını bir-bir oxuyan və indi mətnləri də Ayşə müəllim izah edəcək, orada görəcəksiniz ki, hansı səviyyədədir. Yəni belə, ümumən götürəndə, yəni nəzərə alsa hamısını müqayisə edəndə biraz buradakı dil qaydaları sanki daha şeydir, vaxt aparan, çətin yox, vaxt aparır. Əvvəlkilərdə isə çətinlər daha çox idi. Başa-baş da demək olar, biraz yumuşaq da, hansısa demək olar, o abilərimiz demişlər, tartışılır. Hər birinizə uğurlar arzulayıram. Blok imtahanında təbii ki, bundan və daha səviyyəli suallar hazırlaşmaq üçün son təkrar qrupumuzda qoşulub imtahanı üçün bizlə bərabər hazırlaşa bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Hələlik, sağ olun.